والصلاة والسلام على رسول الله أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Tövsiyeler ilk hatırlada həcdən əvvəlki tövsiyelər. Yaxı duaları götürək. Birincisi ixlas. İxlas, niyyəti düzəltmək. Nə üçün həcc edirəm? Həcc desinlər deyə. Yoxsa 10 dəfə, 20 dəfə həcc edib desinlər deyə. Niyyət mühümdür. Əgər ixlas olmadısa, insanın əməlindən ona heç nə şəxmir. Və bu da qeyd olundu ki, ən ağır, ən çətin məsələlərdən biridir. İnsan öz üzərində işləməsə, onu əldə etmək çox çətindir. Müəyyən səbəblər götürmüşdük onu əldə etmək üçün. Hansılar yollar? İxlası əldə etmək üçün İbn Qayyim Rahimehullah nə deyir? Nə deyir? Neçə şey lazımdır? Belə mühüm məsələləri, yəni uzun temalar olur, yəni yadda saxlamışda olur, amma belə yerlər yadda qalmalıdır ki, insan sonra onu doğrultması üçün də, yəni ixlası əldə etmək üçün neçə şey bilmək kifayət edir? İki şey. Hansılar edir? Bilmək ki, sənə fayda verən Allahın tərifidir. İkinci, yine bilməyin ki, sənə fayda verən, sənə zərər verən Allah-u-Teala'nın qınaması, Allahın məzəmməti. Yəni, bu iki şey bilirsə insana ixlası əldə etməsinə səbəb olar. Çünki insanlar onu tərifləsə də, əgər Allah-u-Teala tərifləmirsə, insanların onu tərifləməsinin ona bir faydası yoxdur. Yaxşı. İnşallah bugünkü mövzu tövhid haqqında, tövhidin fəziləti haqqında olacaq. Hansı ki, Allah Teala göyləri və yeri buna görə yaradır. Və insanları və cinləri buna görə yaradır. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım. Ya'budun, yəni ya'buduni, məni ibadətdə təkləşdirmələri üçün. Və həmçinin bütün kitabların nazil edilməsi La ilahə illallah'a görədir. Bütün rasulların da göndərilməsi La ilahə illallah şəhadətinə görədir. Necə ki, Allah Teala buyurur, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər bir ümmətə Rasul göndərdik ki, yalnız Allaha ibadət etsinlər və Allahdan qeyrisinə ibadətdən çəkinsinlər. Və çox vaxt danışılır tövhiddən və o tövhid ki, onun haqqında danışılır, yəni onun tövhid əhli üçün olan fəziləti nədir? Yəni, insanın fəziləti bilməsi, yəni bir əməlin savabını, əcrini, fəzilətini bilməsi o əməli daha yaxşı yerinə yetirməsinə səbəb olur. Tövhidin, tövhid əhli üçün olan fəziləti olduqca çoxdur. Və nə qədər insan ətraflı bilərsə və bir o qədər də ona daha yaxşı can atar, o əməli daha yaxşı doğrultmağa yönələr. Tövhidin, tövhid əhli üçün olan fəzilətlərindən tövhid günahların silinməsinə səbəbdir. Tövhid günahların silinməsinə səbəbdir. Necə ki, bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Ubadə ibn Samitdən gələn rəvayətdə Mən şəhidə ən la ilahə illallah və ənə Muhammədən abduhu və rasuluh və ənə İsa abdullahi və rasuluh. Kim şəhadət gətirərsə ki,
Allah'tan başqa ibadətə haqqı olan məbud yoxdur. Muhammed sallallahu aleyhi ve sellem onun qulu və elçisidir. İsa onun Allah'ın qulu və elçisidir. Və kəlimətuhu əlqaha ilə Məryəmə və ruhun min, Məryəmə təlqin etdiyi kəlməsidir və onun yaratdığı ruhlardan bir ruhdur. Və ennəl cənnətə haqqun və ennəl nərə haqqun ədxələhullahul cənnətə alə mə kənə minəl əməl. Cənnətin haqq olduğuna və cəhənnəmin haqq olduğuna şəhadət gətirərsə, onun etdiyi əməllərdən asılı olmayaraq Allah Teala onu cənnətə daxil edər. Başqa rəvayətdə isə gəlir ki, Harramallahu aleyhin nar. Allah Teala cəhənnəmi ona haram edər. Yəni kim la ilahə illallah şəhadətini deyərsə, la ilahə illallah və Muhammed Rasulullah şəhadətini birlikdə deyərsə və bunun tövhid əhli üçün, onu deyənlər üçün yəni fəziləti odur ki, kim onu dedikdən sonra doğruldarsa, Allah Teala onu cənnətə daxil edəcəyini vəd vermişdir. Allah Teala'nın da vədi geridə qalan deyil, yəni Allah Teala vədinə xilaf çıxan deyildir. Başqa rəvayətdə isə Mən qalə la ilahə illallah Mən şəhidə la ilahə illallah və ənni Rasulullah harramallahu aleyhin nar. Yəni kim la ilahə illallah deyərsə və yaxud kim Allah'tan başqa ibadətə haqqı olan bir məbudun olmadığına şəhadət gətirərsə, mənim Allah'ın Rasulu olduğuma şəhadət gətirərsə, Allah Teala cəhənnəmi ona haram edər. Yəni burada tövhid əhlinin növləri keçir. Tövhid əhlinin birinci növü tövhidi doğruldanlardır. Mən haqqaqat tövhid, tövhidi doğruldanlar, təhqiq edənlər. Yəni tövhidin tələb etdiyini tam şəkildə həyata keçirənlər, tövhidi kamilləşdirənlər. Və tövhid əhlinin ikinci sinifi tövhidə salih əməllə yanaşı günahları qarışdıranlardır. Və üçüncü sinif isə tövhidlə yanaşı çoxlu günahları olan kimsələrdir. Deməli, birinci sinif tövhidi doğruldanlar. La ilahə illallah Muhammedur Rasulullah dedikdən sonra şirkin böyüklüyündən, kiçiyindən də uzaq olanlar və bidətlərdən uzaq olanlar və günahlardan yəni uzaq olanlar. Yəni tövhidi kamilləşdirənlərdir. Və ikinci sinif isə tövhidi var, amma tövhidlə yanaşı salih əməllərini günahlarla qarışdırırlar. Və üçüncü isə tövhidləri var, amma tövhidlə yanaşı olduqca çoxlu günahları var. Birincilərin mükafatı odur ki, onlar sorğu-sualsız cənnətə girəcəklər. Kim La ilahə illallah Muhammed Rasulullah dedikdən sonra onu doğruldarsa, onu kamilləşdirərsə, onların mükafatı sorğu-sualsız, hesabsız və əzabsız cənnətə girməkdir. Və onların sayı da hədisdə gəlmişdir ki, 70 mindir. 70 min sorğu-sualsız, əzabsız cənnətə girənlər. Amma digər rivayətdə də yine Allah Teala tərəfindən bir lütf və mərhəmət olaraq gəlir ki, hər mini ilə yanaşı 70 mində daxil olacaqdır. 70 min bir rivayətdə, digər rivayətdə isə hər mini ilə də yanaşı bərabər 70 mində sorğu-sualsız cənnətə girəcəklər. İkinci qism isə onlar tövhidə əməl edirlər, tövhidi başa düşürlər, haqq şəhadətini gətirirlər və bununla yanaşı salih əməllərinə də günahlar qarışdırırlar. Yəni bu insanlar üçün tövhidin fəziləti nədir? Tövhidin bu insanlar üçün
fəziləti nədir? Əgər bu insanlar tövbə edərlərsə, Allah Teala onların tövbəsini qəbul edir. İkinci, onlar böyük günahlarla tövbə etmədən Allaha qovuşarlarsa, Allah Teala onlardan istədiyini bağışlayar. Yəni, hesaba çəkmədən istədiyini bağışlayar. Deməli, onlarda olan tövhidin fəzilətinə görə. Və üçüncü isə, əgər onların günahları ilə savabları eyni olarsa, onlarda olan tövhidə görə yaxşı əməlləri ağır gəlir. Yəni, Allah Teala tərəfindən bir lütf, mərhəmət olaraq. Və tövhid əhlinin üçüncü sinifi isə tövhidi olanlardır. İxlası güclü olub, tövhidi güclü olan, şirkdən uzaq olub, şirkə nifrət edib, şirk əhlinə, küfr əhlinə nifrət edənlərdir. Amma bununla yanaşı onların çoxlu günahları vardır. Bu da necə ki hədisdə gəlir, o kişinin misalı kimidir. Yu'tə bir rəculun yevməl qiyaməti beynəl xalayq. Qiyamət günü insanların qarşısına bir kişi gətiriləcəkdir. Və yunşəru ləhu 99 sicillə. Onun üçün 99 əməl dəftəri açılacaqdır. Kullu sicillin məddəl basar fiyhə seyyiətuhu və dunubu. Və hər bir əməl dəftəri də gözün gördüyü məsafə qədər böyüklükdə olacaqdır. Və onların hər biri də günahlarla, pisliklərlə doludur. فَإِذَا رَأَ ذَلِكَ خَافَ وَأَصَابَهُ الْهَلَعِ. Bunu gördüğü zaman o korkacaqdır. Onu dəhşət bürüyəcəkdir. فَيَقُولُ اللّٰهُ لَهُ اَتُنْكِرُ مِنْ هَذَا شَيْئًا. Allah Teala ona deyəcəkdir ki, sən bunlardan, bu günahlardan hər hansı birini inkar edirsənmi? فَيَقُولُ اللّٰهُ لَا اُنْكِرُ مِنْ هَذَا شَيْئًا. Və deyəcəkdir ki, bunlardan heç birini inkar etmirəm. فَتُوضَعُ هَذِهِ السِّجِلَّةِ فِي كِفَّةِ السَّيِّئَاتِ. Bu 99 dənə əməl dəftəri, hansı günahlarla doludur, tərəzinin bir gözünə qoyulacaqdır. Tərcühül kiffətü seyyiət. Və o tərəzinin günahlarla dolu olan gözü ağır gələcək. Sonra Allah Teala ona deyəcəkdir, ələkə əməl, sənin bir əməlin varmı? Və yəqul lə ya Rab, deyəcəkdir, xeyr, ey Rəbbim, bir əməlin yoxdur. Və yəqulullahu ləhu bələ, fəyutə bitdaqa. Və Allah Teala deyəcək, bəli, var. Və bir kağız gətiriləcəkdir. Və yəqul mə hələ ya Rab, və deyəcəkdir ki, bu nədir ey Rəbb? فَدُوْضَعُ فِي كِفَّةِ الْحَسَنَةِ. Hansı ki orada La ilahe illallah yazılmışdır. Və o La ilahe illallah yazılan kağız tərəzinin həsənət, yəni yaxşı əməllər gözünə qoyulacaq. فَتَطِشُ تِلْكَ السِّجِلَّةِ. Və o kağız 99 dənə günahlarla dolu əməl dəftərini basacaqdır. Yəni bu gözü daha ağır gələcəkdir. İndi sual ortaya çıxır ki, yəni bu fəzilət kimin üçündür? Yəni alimlər buyurur ki, bu hər bir insana aid deyildir. Yəni bu ümmətdən elə bir insana aiddir ki, onun qəlbində ixlas, yəni o qədər güclü olub ki, yəni bu cür fəzilətə nail olur. Əgər bu hamıya aid olsaydı, Allah Teala tövhid əhlini etdikləri böyük günahlara görə hədələməzdi, cəhənnəmlə qorxutmazdı. Yəni Allah Teala tövhid əhlini etdikləri böyük günahlara görə də cəhənnəmlə hədəliyir. Allah Teala istəsə bağışlayacaq, əgər bağışlamadısa tövhid əhli də böyük günahlarına görə cəhənnəmə düşəcəkdir. Deməli onda yəni bu fəzilət hər bir şəxsə aid deyildir. Və sözsüz ki, belə bir fəziləti hər bir insan istəyir. Nə qədər günahları çox olsa da bağışlanmasını istəyir. Və hər birimizin də buna ehtiyacı vardır. Və bir hədisdə Musa aleyhissalam deyir ki, Ya Rab, allimni duan əd'uka bihi və adkuruka bih. Ey Rəbbim, mənə elə bir dua öyrət ki,
onunla səni zikr edim, onunla səni çağırım. Qalə ya Musa qul la ilahə illallah. Və Allah Teala deyir ki, ey Musa, la ilahə illallah deyir. Və Musa aleyhissalam isə deyir ki, ya Rab, kullu ibadikə yəqulunə hədə. Sənin bütün bəndələrin bu sözü deyir. Yəni Musa aleyhissalam peyğəmbər idi. Yəni Allah Teala'dan özünə xas olan, yəni peyğəmbərliyə xas olan, aid olan bir dua və zikr istəyirdi. Və Allah Teala buyurur ki, ya Musa, لو أن السماوات السبع وعامرهن غيري والأراضين السبع في كفة. Ey Musa, əgər 7 qat göy və o göylərdə olanlar və 7 qat yer tərəzinin bir gözünə qoyulsa və la ilahə illallah fi kiffə, la ilahə illallah o bir gözünə qoyulsa mələt bihinnə la ilahə illallah, la ilahə illallah kəlməsi daha ağır gələr. Yəni bu hədisdə çoxlu faydalar vardır və özdə böyük bir faydalar vardır. Faydalardan birincisi, yəni tövhidin fəziləti. Tövhid kəliməsinin fəziləti. Yəni Allah Teala'nın lütfündən və kərəmindəndir ki, bu kəlmə 7 qat göy arasında olanlar və 7 qat yerdən də ağır gəlir. Yəni kim o kəlməni başa düşərək haqqı ilə şəhadət verərsə və həmçinin yəni Allah Teala'nın rübubiyyəti, bu hədisdən alınan faydalardan Allah Teala'nın rübubiyyəti yəni hər bir kəsi əhatə edir. Yəni ruzisi bütün insanlara aiddir. Həm kasıba və həmçinin digərlərinə. Sudur və həmçinin dənli bitkilərin bitməsidir, xurmadır. Yəni bu elə ki, kiməsə aid olsun, başqaları ona çata bilməsin. Və həmçinin də üluhiyyəti də belədir. Yəni, la ilahə illallah kəlməsi də müəyyən insanlara xas olan bir kəlmə deyildir. Yəni, Allah Teala onu özü tərəfindən bir nemət və rəhmət olaraq yəni, bütün insanlara aid etmişdir. Bütün insanlar bu kəlməni asanlıqla söyləyirlər. Və buradan yenə alınan faydalardan bu kəlmənin nə qədər əzəmətli olması ilə yanaşı asan olması və bu kəlməni öyrənmək ən mühüm məsələlərdəndir, ən əzəmətli işlərdən sayılır. Və buna görə də bu kəlmə balacalara da öyrədilir. Və balacalara edilən ən böyük ihsan onlara bu kəlmənin öyrədilməsidir. Yəni sənin insanlara etdiyin yaxşılıqlar içərisində, hətta öz evladına etdiyin ən böyük yaxşılıq ona tövhid kəlməsini, la ilahə illallahı öyrətməkdir, onu başa salmalıdır. Tək uşaqlar yox, hətta böyüklər də bu kəlmə onlara da öyrədilməli, bu kəlmətin mənası, tələb etdikləri və fəziləti də böyük insanlara da bildirilməlidir. Yəni kimsə deyə bilməz ki, artıq mən tövhidi öyrəndim, yəni ehtiyac yoxdur. Yəni yenə bu hədisdən alınan faydalardandır ki, və bəzən də məqamı böyük olan insanların da tövhidin fəzilətini xatırladılmasına ehtiyacı var. Necə ki, Musa aleyhissalam deyir ki, ya Rab, yəni bu kəlməni bütün insanlar bilir. Onda Allah Teala xatırladır ki, 7 qat göy arasında olanlar və 7 qat yer tərəzinin bir gözünə qoyulsa və la ilahə illallah o bir gözünə qoyulsa daha ağır gələr. Deməli, fəzilətlərdən la ilahə illallahın tövhid əhli üçün olan fəzilətlərinin günahların bağışlanmasına səbəbdir və həmçinin tövhid sayəsində savablar, əgər bərabər olarsa savablar günahlara ağır gəlir və həmçinin ən böyük fəzilətlərindən biri də odur ki, tövhid əhli cəhənnəmə düşərsə əbədi qalmasına mane olur. Yəni onda olan tövhid o insanın cəhənnəmdə əbədi qalmasına mane olur. Və bəzi rivayətlərdə əbədi haramlıq keçir, bəzilərində müvəqqəti haramlıq. Yəni, tövhidi doğruldanlara cəhənnəm əbədi haramdır. Yəni, onlar heç vaxt düşməyəcəklər. Amma günahlar olarsa, düşsə də müvəqqəti olacaqdır. Əbədi cəhənnəmdə qalmayacaq.
Amma kafirlərə isə cənnət əbədi haramdır. Kafirlərə cənnət əbədi haramdır. Amma möminlərə isə günahlarına görə, cəhənnəmə düşdüklərinə görə müvəqqəti haramdır. Necə ki, Peyğəmbər s.ə.v hədisdə buyurur ki, Harramallahu cənnətə alə qati'ir rahim. Allah Teala qohumluq əlaqəsini kəsənə cənnəti haram etmişdir. Yəni, bu haramlıq nədir? Əbədi deyildir. Və dördüncü fəzilət isə, dördüncü fəziləti tövhid Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfaətinə nail olmaq üçün ən böyük səbəblərdən sayılır. Necə ki, Əbu Hureyra radiyallahu anh'a gələn rivayətdə deyir ki, Ya Rasulallah, mən əsədun nəsi bi şəfaətik. Ey Allahın elçisi, sənin şəfaətinə ən yaxın olan, ona ən belə haqlı olan kim olacaqdır? Yəni, sənin şəfaətinə nail olmaqla səid olan, xoşbəxt olan kim olacaqdır? Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, لَقَدْ عَلِمْتُ أَنَّهُ لَا يَسْأَلُنَ أَحَدٌ قَبْلَكَ يَا أَبَا هُرَيْرَ عَنْ هَذَا. Mən artıq bilirdim ki, bu sualı səndən əvvəl heç kəs verməyəcəkdir. لِمَا عَلِمْتُ مِنْ حِرْسِكَ عَلَى الْحَدِيثِ. Sənin hədisə olan hədisliyinə görə. Və sonra buyurur ki, أَسْعَدُ النَّاسِ بِشَفَاعَةِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللّٰهِ خَالِصًا مِنْ قَلْبِهِ وَنَفْسِهِ. Qiyamət günü mənim şəfaatimə ən haqlı olanlar və şəfaatimə nail olaraq ən xoşbəxt olan kimsələr La ilahə illallah kəlməsini xalis qəlbdən deyən kimsələrdir. Və tövhidin tövhid əhli üçün olan fəzilətlərindən beşincisi, tövhid dünyada və axirətdə sıxıntıların, çətinliklərin aradan qalxmasına və onların asanlaşdırılmasına səbəbdir. Necə ki, Allah Teala Ənbiya surəsində 101-103-cü ayələrdə buyurur, İnnəl-ləzīnə səbəqət ləhum minnəl husnə uləikə anhə mubadun. O kimsələr ki, öncədən onlar üçün cənnət yazılıb, yaxşılıq yazılıb, gözəllik yazılıb, onlar cəhənnəmdən uzaq tutulacaqlar. La yesma'una hasisəha və hum fīmə iştəhət ənfusuhum xalidun. Onlar heç cəhənnəmin uğultusunu belə eşitməyəcəklər. Onlar cənnətdə nəfslərinin, ürəklərinin istədiyi neymətlər içərisində olacaqlar. Allah nəsil etsin. La yahzunuhumul fəzə'ul əkbar və tətələqqahumul mələikə. Onları böyük qorxu da məhzun etməyəcəkdir. Mələklər onları qarşılayacaqdır. Yəni, onlar kimlərdir? Öncədən gözəllik yazılan və ya da cənnət yazılan kimsələr, onlar tövhid əhlidir. İman əhlidir. Allahın rububiyyətini və uluhiyyətini qəbul edənlərdir. Və həmçinin ad və sifətlərini qəbul edənlərdir. İmanın şərtlərinə iman gətirənlərdir. Və həmçinin salih əməl edənlərdir. La yahzunuhumul fəzə'ul əkbaru. O qiyamət günü o böyük qorxu onları məhzun etməyəcəkdir. Bu axirətdə və dünyada da həmçinin Allah Teala buyurur: "Men amilə salihən min zəkerin əv unsə və huve mu'min, fələnuhiyyənəhu həyatan tayyibə." Hər hansı iman gətirən kişi və qadın iman gətirdikdən sonra, yəni la ilahə illallah, Muhammedur Rasulullah şəhadətini dedikdən sonra salih əməl edərsə, biz ona xoş həyat verərik. Deməli, xoş həyatın ən böyük səbəbi tövhiddir. La ilahə illallah və onu doğrultmaq. Onu doğruldarsa, o insan hər bir halında xoşbəxtdir. Necə ki, alimlər bu ayədən fayda olaraq çıxarır ki, Allah Teala demədi ki, biz ona bol ruzi verərik. Dedi ki, biz ona xoş həyat verərik. Və bu da onu bildirir ki, o insan hər bir halında kasıblıq üz verir, xoşbəxtdir. Müsibət gəlir, xoşbəxtdir. Xəstələnir, yenə xoşbəxtdir. Niyə? O tövhidinə görə. Yəni, o hər bir halda ona üz verəcək, hər bir halını qarşılamaq üçün onda əsas olduğuna görə. Və həmçinin Peyğəmbərimiz s.ə.v İbn Abbas'a olan tövsiyəsində buyurur ki, Ya quləm, in yu'allimukə kəlimət. Ey oğlan, mən sənə bir neçə kəlmə öyrədəcəyəm. İhfadilləhə yəhfad. Allahı qoru ki, Allah səni qorusun. İdə səəltə fəsəlilləh. İstədiyin zaman Allahdan istə, bu tövhiddir.
İstəyəndə Allahdan istə. Və idə istəənkə fəstəin billah və kömək istəyəndə də, yardım istəyəndə də Allahdan istə. Bu da tövhiddir. Və sonra buyurur ki, وَعْلَمْ أَنَّ الْأُمَّةَ لَوْ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَعُكَ بِشَيْءٍ لَمْ يَنْفَعُكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللّٰهُ لَكَ. Bil ki, bütün ümmət, bütün insanlar toplaşaraq sənə bir fayda vermək istəsələr, Allahın yazdığından artıq bir faydanı verə bilməzlər. Və həmçinin toplaşaraq onların hamısına bir zərər toxundurmaq istəsələr, Allahın yazdığından artıq bir zərər toxundura bilməzlər. Rufiyatil aqlam və cəffətis suhuf, artıq qələmlər qaldırılıb və səhifələr qurulmuşdur. Və tövhidin tövhid əhli üçün olan fəzilətlərindən 6-cısı, əgər insan tövhidi doğrularsa, onu kamilləşdirərsə və şirkdən uzaq olarsa, söz və əməl baxımından, etiqad baxımından onun üçün dünyada və axirətdə tam əminamanlıq və hidayət vardır. Onun üçün dünyada həm əminamanlıq, həmçinin axirətdə əminamanlıq və həmçinin dünyada və axirətdə də hidayət vardır. Buna dəlil Ən'am surəsi 82-ci ayədə Allah Teala buyurur: "Ellezîne âmenû və lem yelbisû îmânehum bizulmin ulâike lehumul emnu və hum muhtedûn." O kəslər ki, iman gətirərlər və iman gətirdikdən sonra imanlarını zülmlə qarışdırmazlar, onlar üçün əminamanlıq vardır və onlar hidayət üzərindədirlər. Bu ayə nazil olanda sahabələrə çox ağır gəldi. Və dedilər ki, ya Rasulullah, eyyünə ləm yadlim nəfsə, yəni bizdən kimdir ki, özünə zülm etməyən? Yəni elə bir insan ola bilərmi ki, özünə zülm etməsin? Çünki istərsən insan vaciblərə qarşı bəzən səhlənkar olur və bəzən qadağalara düşür. Və o sahabələr başqa zülmü başa düşmüşdülər. Çünki Peyğəmbər s.ə.v buyurur, "Leysəl-ləzi tədhəbunə ileyh", bu sizin başa düşdüyünüz zülm deyildir. Ələm təsmə'u qavləl abdis-salih, məgər salih bəndə Loğmanın sözünü eşitmədinizmi? İnnə şirkə ləzulmun azim, həqiqətən şirk böyük zülmdür. Çünki zülmün 3 növü var. Birincisi, insanın özünə zülm etməsi, günahlarla. İkincisi, başqasına zülm etməsi, həddini aşmaqla, təcavüz etməklə, kimisə haqqına girməklə. Və üçüncü isə insanın Rəbbi haqqında etdiyi zülmdür. Yəni, ayədə ümumi gəlsə də nəzərdə tutulan xüsusi zülm, yəni şirk nəzərdə tutulur. Deməli, ayənin mənası, "Əlləzîne âmenû", o kəslər ki, iman gətirərlər. İman gətirdikdən sonra, yəni la ilahə illallah, Muhammedun Rasulullah şəhadətini söylədikdən sonra, ora zülm qarışdırmazlar, mənası nədir? Yəni şirklə qarışdırmazlar. Onlar üçün olan fəzilət nədir? Onlar üçün olan fəzilət, onlar dünyada da əminamanlıq içərisində olarlar və həmçinin axirətdə də əminamanlıq içərisində olar. Və üçüncü fəzilət, dünyada hidayət üzərində olarlar və həmçinin axirətdə də hidayət üzərində olarlar. Deməli, kim La ilahə illallah Muhammed Rasulullah dedikdən sonra onu doğruldarsa, Allah Teala ona həm bu dünyada əminamanlıq verir, dünyada qəlbində başqa qorxular, narahatçılıqlar qalmır və insanın qəlbi rahat olur. İnsan rahat yaşayır, rahat yatır. Amma nə vaxt insan tövhiddən uzaq olur, insan hər şey əldə etsə də rahat ola bilmir. Gör, nə qədər böyük fəziləti vardır. Çünki insanın tövhidinin olması, Allah Teala'nın ibadətlərdə, qorxuda, ümiddə təkləşdirməsi insanın qəlbindən başqa narahatçılıqları çıxardır. Və qəlbinə insanın narahatçılıqların gəlməsinə səbəb tövhidini yaralamasıdır. Həm şirklə və həmçinin günahlarla yaralamasıdır. Və nə qədər insan tövhidi yaralayarsa, tövhidinə xələl gətirərsə şirk qoşmaqla və günahlarla, asiliklərlə və bir o qədər də o insanın əminamanlığına və qəlbindəki o rahatçılığa təsir edir. Və qəlbindən də bir o qədər rahatçılıq alınır. Və həmçinin tövhid əhli doğrultuğuna görə qiyamətdə də insanlar o qiyamətin uğultusunu, necə ki ayədə keçir, onlar eşitməzlər, başqaları isə o dəhşətləri görəcəklər. Dəhşətləri eşitəcəklər və o tövhid əhli o dəhşətdən əmin olacaqdır. Və həmçinin onların hidayətinə səbəb olur. Hidayət də nədir? Hidayət də Allah Teala'nın insana haqqı haqq olaraq göstərməsi və haqqa müvəffəq etməsidir. Haqqı haqq olaraq göstərməsi və haqqa müvəffəq etməsidir. Batili batil kimi göstərib, batildən çəkindirməsidir.
Deməli, insan tövhidinə görə, La ilahə illallah, Muhammed Rasulullah şəhadətini doğrultmasına görə Allah Teala ona haqqı haqq formasında göstərir və sonra onu yerinə yetirməsinə müvəffəq edir. Amma insanlar da var ki, açıq aydın haqq olan bir şeyi, bir əməli batil görür. Əksinə, batili haqq görür. Şirki, açıq aydın şirkli görə bilmir. Və ilk anda insana qəribə gəlir, necə ola bilər bu insan görməsin? Və onun görməməsinə səbəb o insanın hələ əsasının, təməlinin, fundamentinin problemli olmasıdır. Yəni, hələ La ilahə illallahında problem var. Əgər La ilahə illallahı düzgün olsaydı, yəni o haqqı haqq surətində, haqq formasında görərdi. Görə bilmirsə, səbəb yenə hara qayıdır? Yenə La ilahə illallahı düzgün başa düşməməsinə qayıdır. Deməli, dünyada da sözsüz ki, tövhid əhli, hidayət əhli bir-birindən fərqlənir. Onların bir-birindən fərqlənməsinə yenə onların tövhididir. Və yenə sonra sual ortaya çıxa bilər ki, biz dünyadakı əmin-əmanlığı da başa düşdük, axirətdəki əmin-əmanlığı da başa düşdük və dünyadakı hidayət də bu aydındır. Yəni, insanın haqqı düzgün görərək, haqqa müvəffəq olması, batil formasında görüb, batildən çəkinməsi. Amma axirətdə isə hidayət necə olur? Yəni, bizim bildiyimizə görə insan dünyada mükəlləfdir. Mükəlləf ikən onun hidayətə ehtiyacı var, doğru yolu tapıb, doğru yola düşməsinə. Amma dəlillər vardır ki, insanın axirətdə də hidayətə ehtiyacı vardır. Buna dəlil olaraq Muhammed surəsi 4-cü, 5-ci, 6-cı ayələrdə Allah Teala buyurur: "Vəllezîne qutilû fî sebîlillâhi felen yudille a'mâlehum." O kəslər ki, Allah yolunda öldürülürlər, Allah onların əməllərini əvəzsiz qoymayacaqdır, zay etməyəcəkdir. Səyəhdihim və yuslifu bələhum. Allah Teala onları hidayət edəcək və onların işlərini səhmana salacaqdır. Və yudxiluhumul cənnətə arrafəhə ləhum. Və dünyada ikən tanıtdığı cənnətə onları daxil edəcəkdir. Deməli, burada nə keçdi? Ölüm, sonra hidayət, sonra cənnət. Ayələr açıq aydın dəlildir ki, öləndən sonra insanın hidayətə ehtiyacı vardır. Alimlər də buyurur ki, o hidayət nədən ötürüdür? Sırat körpüsünü tapmaqdan ötürüdür. Sırat körpüsünə yönəlməkdən ötürüdür. Sırat körpüsünün əvvəli zülmət qaranlıq olacaqdır. İnsan sırat körpüsünə getmək əvəzinə cəhənnəmə düşəcəkdir, Allah qorusun. Və sırat körpüsünü tapmaq üçün hidayətə ehtiyacı var və tapdıqdan sonra onun üzərində irəliləməsi üçün də yenə hidayətə ehtiyacı var. Və o da dünyadakı tövhidinə görədir. Və dünyada nə qədər La ilahə illallah, Muhammedun Rasulullah şəhadətini, onun tələb etdiklərini doğruldarsa, bir o qədər də qiyamət günü o insanın nuru daha çox olar. O nur sayəsində həm sırat körpüsünü tapar və sırat körpüsünü tapdıqdan sonra onun üzərində daha sürətli şəkildə irəliləyənlərdən olar. Görür mü şeylər? Bir ən fəzilə götürək. Və həmçinin tövhid əhli üçün olan fəzilətlərindəndir ki, əgər tövhid insanın qəlbində möhkəm yer tutarsa və onu insan öyrənərək doğruldarsa, o insan hər bir xeyirli əmələ və gözəl sözə müvəffəq olar. Deməli, tövhidi düzgün olan insan ümumi götürəndə gözəl müamiləyə, gözəl davranışa müvəffəq olur. Buna davranış deyildiyi zaman birinci, bura aiddir insanın Rəbbi ilə davranışı, ikinci, nəfsi ilə davranışı və üçüncü, insanlarla davranışı. Deməli, tövhidi doğru olan, düzgün olan insanın davranışları gözəlləşir. Birinci, Rəbbi ilə davranış. Yəni, o insanın tövhidi güclü olduğuna görə ibadətlərə hərisliyi artır, ibadətlərə sevgisi artır, namaza bağlılığı artır, oruca bağlılığı artır. Əgər hər hansı bir səhlənkarlıq yarandısa, fərz namazlarda, hətta nafilələrdə, yəni insan əmin olsun ki, tövhiddə müəyyən problemlər yaranır. Çünki qəlbə, insanın qəlbində o ixlası, tövhidi başqa dünya və yaxud da dünya əhli sıxışdırır.
Çünki insanın qəlbinə iki şey gəlir. Axirət məsələləri və bir də dünya məsələləri. Və onda insan yoxlasın qəlbini və görəcəkdir ki, dünya məsələləri axirət məsələlərinə üstün gəlir. Və qəlb elədir ki, hansı üstün gəldirsə, qəlb onun hökmü altında olur. Artıq qəlb onun üçün durur, onun üçün hərəkət edir. Amma nə vaxt ki, qəlbdə tövhid yaxşı yer tutdursa, sözsüz ki, o insanın Rəbbi ilə davranışı gözəlləşir və artıq ibadətlərə həvəsi, sevgisi, bağlılığı artır. Və ikinci isə nəfsi ilə davranışı gözəlləşir. Çünki insanın nəfsində də istər-istəməz şər istəklər var, günaha meyillik var. Amma insan tövhidi yaxşı bilərsə, dərk edərsə və onda nəfsində olan şər istəklərin də azalmasına səbəb olur. Və üçüncü davranış isə o insanın başqaları ilə davranışı gözəlləşir. Yəni birinci evdən başlayaraq valideynləri, ailəsi və sonra digər müsəlmanlar, möminlər və digər insanlar, yəni hansı ki onlarla davranışdadır, bütün onların hamısı ilə davranışının gözəlləşməsinə səbəb olur. Niyə? Ona görə ki, yəni tövhidi güclü olan, qəlbində tövhid böyük bir yer tutan insan üçün ən üstün olan, ən ləzzətli olan o insanın Rəbbi ilə yəni ünsiyyət tapmasıdır. Onun üçün ən böyük olan Rəbbinin rizasıdır. Hədisdə Peyğəmbər s.ə.v buyurur ki, kim Allahı qəzəbləndirərək insanları razı salarsa, Allahın ona qəzəbi tutar və sonra insanların da ona qəzəbi tutar. Kim əksinə Allahı razı salıb insanları qəzəbləndirərsə, Allah ondan razı qaldıqdan sonra insanlar da ondan razı qalar. Deməli, bu insan başqaları ilə davrandığı zaman, yəni gözünün qarşısında Allahı tutaraq davranır. Yəni o insan bilir ki, hər hansı bir insana qarşı zülm etməsi, haqsızlıq etməsi, onun qəlbində olan bu ünsiyyətin, tövhidin, ixlasın və Allah sevgisinin azalmasına, naqisləşməsinə təsir edəcəkdir. Ona görə davrananda gözünün qarşısında Allahı tutaraq yaxşı davranır və kiməsə qarşı zülm etməkdən, artıq hərəkət etməkdən və haqsızlığa yol verməkdən çəkinir. Və buradan nə ortaya çıxır? Demək, buradan əsas yenə başa düşdüyümüz, yəni tövhid sadəcə dildə deyilən sözlər deyildir. Bəziləri görürsən ki, tövhid danışır, amma özü isə əxlaqında sıfırdır, hətta evindən başlayaraq. Amma görürsən ki, insanları asanlıqla təkfir edir, filankəs kafirdir, ağız dolusu. Deməli, bu insan hələ özü bilmir tövhidlə. Əgər tövhidi yaxşı bilsəydi, açıq aydın, bu fəzilətlərə görə o insanın özünün əxlaqı düzələrdi. Deməli, əxlaqında problem varsa, deməli, o insanın yəni özünün tövhidində la ilahə illallah, Muhammedun Rasulullah şəhadətində problemi var. Və əgər doğrulanlardan olsaydı, o insanın davranışı evindən başlayaraq, ailəsindən başlayaraq və digər insanlarla da güzel davranar. Çünki Peyğəmbər s.ə.v buyurur ki, xeyrukum li əhlihi və ana xeyrukum li əhli. Sizin ən xeyirliniz ailəsi üçün xeyirli olandır və mən də sizin şərinizdə öz ailəm üçün xeyirli olan kimsəyəm. Yəni, o açıq aydın hədis onu bildirir ki, əgər bir insan öz ailəsi üçün xeyirli deyilsə, başqaları üçün də xeyirli ola bilməz. Xeyirli kişi, yəni ilk növbədə öz ailəsi üçün xeyirli olmalıdır. Deməli, bu müəyyən fəzilətlərdir. İnşallah, yerdə qalanlar yenə davam etdirərik. Allah qala iştifarlarına etsin. Allah qala hər birimizi tövhidi doğru uzanlarını etsin. Və hər birimizi güzel sonluq nəsib etsin. Və soru-sualsız cənnətə girənlərdən etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.